Təlaq surəsi 7-ci ayədə Allah Teala buyurur ki, qadının xərclərinə və ruzusu təmin olunmalıdır kişi tərəfindən. Mehriyə haqqı qadının Quranda təqdim olunub və Qur'an-ı Kərim xanımların hüquqlarını gözləyən ayələr buyurur. Allah Teala buyurur ki, möminlərə misal var. Firavunun qadının Məryəmi bir tərəfdə paçılıqla təqdim eləyir Allah Təbarək və Teala və harada kişilərdən danışır, orada xanımlardan ana olaraq, xanım olaraq. Bəzən bizə deyirlər ki, ürfdə, avam sözüdür, deyirlər, kişi arvad sözünə baxmaz. Qur'an-ı Kərim bunun tam əleyhinədir. Məsələn, bəzən söz yox, fiziki ağırlıqlar kişinin üstündə olduğundan ötürü elə evi idarə eləmək, ailənin başçısı olmaq da özü məsuliyyət tələb eləyir. O da kişinin hüququdur. Bir evdə kişi başçı olmalıdır, xanım ona vəzir olmalıdır.